Qarabağda iş var yoldaşlar. Qarabağda işlər var, bir sıra işlərdir. Gəlin onların haqqında qısa olaraq məlumat verim sizə. Misal üçün gözətçi işləri var. Həm rəhbər olaraq, həm növbə rəisi olaraq, həm adi variant olaraq. Bunlar misal üçün Ağcabəddədir. Həmin işlərin həmçinin Tərtər variantı da var, Bərdə variantı da var, Ağdam variantı da var. Bunlardan əlavə adi başqa yerdə də gözətçi işləri var yoldaşlar Qarabağda. Yəni başqa şirkətdə də var. Bundan əlavə Qarabağda misal üçün traktor kombayn sürücüsü işi var Zəngilanda, Dost Aqroparkda. Bundan əlavə IT üzrə mütəxəssis işi var Qarabağda, Northwest Construction'da. Bundan əlavə Qarabağ Universitetində bir sıra işçilərə ehtiyac var. Misal üçün MRT üzrə radioloji texnik işi var, sığorta və korporativ xidmətlər üzrə iş var, şöbə müdiri işi var, həmçinin təhlükəsizlik rəhbəri işi var. Sonra sığorta və korporativ xidmətlər üzrə mütəxəssis işi var, pediatr işi var, sətəm işi var, təmizlik bölmə rəhbəri işi var. Dediyim kimi az öncə də dedim, təhlükəsizlik bölmə rəhbəri işi var. Kimsə mühafizəçi olaraq işləmək istəyirsə, o da var. Tibb bacısı və tibb qardaşlığı üzrə assistent işi var. Həmçinin Qarabağda Kapital Bankda iş var. Misal üçün Bərdə filialında mikrokreditlər bölməsində iş var. Kəlbəcərdə misal üçün bir sıra işlər var. Kəlbəcərdə misal üçün memar işi var, konstruktor işi var. Ondan sonra keyfiyyətə nəzarət üzrə mütəxəssis işi var. İnformasiya texnologiyaları üzrə mütəxəssis işi var. Simmetr və xərclər nəzarət üzrə mütəxəssis işi var. Satın alma mütəxəssis işi var Kəlbəcərdə. Kəlbəcərdə baxaq görək başqa nə işlər var. Bir dəqiqə. Keyfiyyətə nəzarət üzrə mütəxəssis işi var dediyim kimi. Memar işi var, konstruktor işi var. Bundan əlavə Qarabağda kitabxanaçı işi var yoldaşlar. Kitabxanaçı işi var. Bu Xankəndi şəhərindədir. Belə bir variantda da iş var Qarabağda. Bu işlərə də müraciət etməkdə çətinlik çəkirsinizsə, ümumiyyətlə iş tapmanızla bağlı çətinlik çəkirsinizsə, özəl dəstəklər üçün profildə əlaqə vasitəsi qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, orada əlaqə vasitəsini də görə bilərsiniz. Əgər bu videonu misal üçün TikTokda görürsünüzsə, siz TikTok kanalına daxil olun. Orada kanala daxil olduqdan sonra profildə əlaqə vasitəsini görə bilərsiniz. Həmin əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Bu və bənzəri işlərlə tanış olmaq üçün, ümumiyyətlə iş tapmanızla bağlı çətinlik çəkirsinizsə, həmin əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.